Dostlar, mən Turan Gəncəli. Bugün sizə yenə bir qısa bir video çəkəcəm. Boşanma haqqında danışmaq istəyirəm. Yəqin ki, ətrafınızda boşanmış insanlar var. Mən də ətrafımda boşanmış insanlar var, amma əsasında kişilərdim. Bax, oturub söhbət eləyirik də zaman görürəm ki, yəni üstündən 1 il keçib, 2 il keçib, hətta 3 il keçənlər var da, ancaq evliliyi tənqid eləyirlər. Ay nə bilim, oradan buradan da belə danışırlar da. Başa düşürəm ki, bu insanlar yəni hüquqən boşanır. Yəni fizikən belə deyək də mənlə boşanmır. Hələ də o ürəyindədir. O yanğını yəni hiss eləyirsən, başa düşürsən. Qavamı qoyub danışıram ki, niyə boşanıbsan? Biraz da dərinə gedəndə görürəm ki, peşmandılar. Yəni bu gün xanımı gəlib desə ki, gəl barışaq, gedib barışasıdırlar. Ona görə də boşanmadan qabaq, yəni 2 dəfə, 3 dəfə fikirləş, sakit başla fikirləş. Yəni tələsmə boşanmağa, başa düşürsən? Tələsmə, sakit başla qərar ver. Onda peşman olmayacaqsan. Bax, məndən sizə demək. Çünki heç kəs boşanıb, yəni başına taş qoymurlar. Başa düşürsünüzmü?